Heç bir toplum susqunluq içində gələcək qura bilməz. Tarix bunu 100 illər boyu sübut edib. Cəmiyyət susursa, cəmiyyət susturulursa, orada həm ədalət ölər, həm də gələcək. Bugünkü Azərbaycan da təəssüf ki, bu acı həqiqətin içindədir. İctimai həyatın bütün sahələrində boğulan nəfəs, bastırılan səs, əzilən iradə görünür. Ölkədə sözün azadlığı yox dərəcəsindədir. Müstəqil jurnalistlər həbslərlə, təhdidlərlə, qadağalarla üz-üzədir. Media öncə susturuldu, sonra sıradan çıxarıldı. İndi isə sadəcə sükutun səsi eşidilir. İnsan haqları kağız üzərində qalan bir ifadəyə çevrilib. Hüququ müdafiə edənlərin özləri hüquqsuz vəziyyətə salınıb. İnsanlar yaşamaq üçün deyil, sağ qalmaq üçün çalışırlar. Fikrini demək, sual vermək, narazılıq bildirmək, bunlar artıq təkcə risk deyil, bəzən cəza deməkdir. Cəmiyyətin üzərinə çökən bu qorxu atmosferi hər kəsin həyatına nüfuz edib. İş yerində, ailədə, küçədə, məktəbdə, sosial şəbəkələrdə. İnsanlar öz fikrindən belə ehtiyat edir. İnsanlar gündəlik çörək bulu tapmaqda çətinlik çəkir, ailələr borc içindədir, gənclər ölkəni tərk edir, qalanlar isə ümidsizliyin içində yaşamağa məcburdur. Hər ay artırılan qiymətlər, dəyişməyən maaşlar, yoxsulluq həddinin altında yaşayan yüz minlərlə insan, bunlar artıq statistik deyil, hər ailənin gerçəkliyidir. Ölkədə yaşamaq çətin deyil, sadəcə dözülməzdir. Demoqrafik göstəricilər də həyəcan siqnalı kimi çalır. Doğuş azalır, gənclər gedir, ölkə yaşlanır, boşalır, tükənir. Bu, gələcəyin yavaş-yavaş əldən getdiyinin açıq göstəricisidir. Cəmiyyətin enerjisi, dinamizmi, gələcək gücü sanki indidən sovurulur. Bu qədər qorxu və xof altında saxlanmış bir xalqın susqunluğu kəbiyidir, anlaşılandı. Amma bu hakimiyyət də bunu çox gözəl bilir ki, bu susqunluq sonsuzluğa qədər çəkməyəcək. Hakimiyyət tufandan öncəki sükutu əvvəlki susqunluqdan ayıra bilməyəcək. Mütləq yanlışa yol verəcək. Diktaturalar məhz elə bu cür yıxılır. Bir saatlıq ayaqüstü məhkəmə sonucu əskər tualetinin divarına söykədilərək edam edilən Çavuşevski də sükutla susqunluğu səhv salmışdı. Əliyevlərin də hesab saatı yaxınlaşır. Sürətlə, amma sükut içərisində.